Herkese salam dostlar. Tekmet Azərbaycan kanalına hoş gəlmisiniz. Bugünkü videomda sizlərə telefondan Sima tətbiqinə necə qeydiyyatdan keçmək lazımdır onu göstərəcəm. İlk öncə Play Marketə daxil oluruq. Buradan axtarış yerinə Sima yazıb axtarış veririk. Gördüyünüz kimi artıq mən yükləmişəm. İndi daxil oluruq. Daxil olarkən bizi belə bir pəncərə qarşılayır. Buradan şərtlər və qaydalar oxudum, qəbul edirəm yazan boş qutuya bir dəfə klikləyirik və qeydiyyat düyməsinə sıxırıq. Buradan biz seriyanı, seriya nömrəsi və fin kodu daxil etməliyik. Fin kod burada gördüyünüz kimi yeni şəxsiyyət vəsiqələrində bu hissədə, köhnə şəxsiyyət vəsiqələrində isə sondan bir simvolu buraxmaqla soldan sağa 7 simvoldan ibarət bir koddur. Seriya nömrəsi isə gördüyünüz kimi köhnə şəxsiyyət vəsiqələrində bu yuxarı hissədə, yenilərdə isə bu hissədə olur. Yenilərdə əsasən AA, köhnələrdə isə AZ seriyası olur. Daha sonra biz buradan məlumatlarımızı qeyd edirik və ya bunları əllə yazmaq yerinə skan hissəsinə basıb şəklini çəkməklə və ya NFC skan ilə şəxsiyyət vəsiqəsində olan çiplə telefonu yaxınlaşdıraraq NFC vasitəsilə də bu hissəni doldura bilərik. Mən bu hissəni doldururum və biz növbəti mərhələyə keçək. Və belə bir pəncərə açıldı. İndi isə biz burada davam et və davam etə basırıq. Burada biz öz simamızı təsdiq eləməliyik. Bunun üçün çalışın aydınlıq yerdə olsun. Heç bir gözünüzdə aksessuar olmasın və üzünüz aydın bir şəkildə düşsün. Davam edə basırıq. Buradan icazə veririk kameraya. Gördüğünüz gibi kamera hissəsi açıldı. Biz buradan üzümüzü yaxınlaşdırırıq. Bir daha yaxınlaşdırırıq. Və gördüğünüz kimi artıq biz Simaya giriş etdik. İndi isə buradan biz öz pin kodumuzu yazırıq. 6 rəqəmli olacaq. Bu pin kodu biz sonradan da sonraki mərhələlərdə də istifadə edəcəyik. Ona görə yaddan çıxarmayın. Mən buranı doldurup yenidən sizlərlə. Buradan siz əgər istəsəniz barmaq izi də əlavə edə bilərsiniz. Bəli, artıq bizim simamız aktivdir. Gördüyünüz kimi hamısına baxın hissəsindən müxtəlif xidmətlərdən istifadə edə bilər. Yalnız ki, maliyyə xidmətləri, digital logindən olan xidmətlər, dövlət qurumları və s. kimi bir çox xidmətdən istifadə edə bilərik. Bugünkü videomuz bu qədərdir dostlar. Belə videoların davamı üçün kanalıma abunə olmağı və videoya like atmağı unutmayın. Növbəti videolarda görüşəndə sağ olun.